İçimde yazdığı bu adaklı ve siparişsizliği ifade eden şartlar değil. Benim səhərdən baladır bu necə? yani bir fəxrətli kimi, özüm kimi bir nəfər insan, normal insan, sevməyi bacaran insan, mübarizə eləməyi bacaran insan adlanan bir şəxs o şehirleri sevməyə bilməz. Ona göre ki o büyük şairimiz Nusret Kəsəmənlinin şehirleridir. Bura dəvət edirəm, Nusret, xahiş edirəm qadan almışam. Gel, bir dənə söz deyəcəm sonra. Deməyə bilmərəm. Biz Nusret'lə bir yerde üniversitetin jurnalistika fakültesinde okumuşuq. Burada bizim başka tələbə yoldaşlarımız da var. Bir xatirəni demək istəyirəm. Bizim müəllimimiz idi, Bəxtiyar Vahapzadə, indi xəstədir, bura gəlməyib. Çox istəyirdik ki, gəlsin, ancaq xəstədir. Deməli, biz Nusret'lə laf arxada otururduq. İkimiz, elə o vaxtında dostluğumuz vardı. Hərdən birdən futbolazıda qaçıb gedirdik. Kurs işi paylayırdı Bəxtiyar müəllim. Nusret də Əyyubovdur, Əyyubov Nusret. Deməli, Rəsul Rıza'nın Lenin poemasından ne bileyim, bir nəfərə verdiği Nizami Gəncəvinin falan əsəri. Nusret Kəsəmənlinin lirikası. Bir nəfər yoldaşımıza kurs işi verdi. Mən durdum, dedim, Bəxtiyar müəllim, de Nusret benim yanımda oturubdur. Nusret tələbədir. Yani bu tələbənin yaradıcılığından kurs işini o biri tələbəyə vermək. Bu mənə elə gəlir ki, bəlkə də hiçbir şairin hayatında baş verməmiş bir şeydir. Bəxtiyar müəllim çok böyük həvəslə yaxınlaşdı və dedim, mən Nusret Əyyubov. Mən Nusret Kəsəmənli kimi böyük bir şair tanıyıram və onu çok sevirəm. Durdu Nusret'i öptü. Nusret de ne diyeyim, onun kurs işini mən də yazmaya çok böyük həvəslə razılıq verərdim. Yani yazardım. Yani xahiş edirəm Nusret öz sözünü desin. Evvela mənə söz verdiğiniz için hamınıza teşekkür edirəm. Eldar bəy özü dedi ki, biz tələbə yoldaşı olmuşuq, özü də yaxşı tələbə yoldaşı olmuşuq. Yəni ki, tələbənin özünün də müəyyən problemləri var, birbirini sevəni, birbirini sevməyəni var. Yaxşı oxuyanları heç kim xoşlamır, axşamda deyəm. Yəni biz yaxşı oxuyan olmamışıq, ikimiz də ortabab olmuşuq. Yəni biraz lotofason qiymət almışıq. Və onu deyim ki, Eldar məndən qoçaq çıxdı, Eldar universiteti 5 ilə qutardı, amma mən 10 ilə qutardım. Çünki müəllimlərimi çox istəyirdim, onlardan ayrılmaq istəmirdim. Amma hər halda qutardım. Və bugün mən çox şadam ki, mənim dostum, xətrini istədiyim, baxmayaraq ki, son vaxtlar müəyyən qayğılarla, problemlərlə əlaqədar biz bir-birimizi az görürük. Amma elə adamlar var ki, elə insanlar var ki, onu hər gün görürsən və görməyinlə də heç nə dəyişmir. Elə dostlar da, elə insanlar var ki, onları sən illərlə görmürsən, amma görmədikcə ona qarşı məhəbbətin daha da artır və onun üçün həmişə darıxırsan. Eldar mənim üçün həmişə darıxdığım dost olub, həmişə arzu elədiyim dost olubdur. Və açığını deyim ki, bu yaxınlarda, yəni bir 3-4 gün bundan əvvəl ki, məni bura dəvət edəndə mən çox sevindim. Və mən eşitsəydim ki, Eldar belə bir xeyir iş edib, oğluna toy edib, məni dəvət eləməyib, mən ondan yəqin ki, sözün böyük mənasında inciyə bilərdim. Və həm də bu Qarabağlı toydu. Yəni bu Qarabağın biz xoş günlərində, Qarabağın çarlı-çağırlı günlərində həmişə kefə damağa getmişik, o cıdır düzünə, şüyət kefə damağa getmişik. Yəni bizi bu torpaq bağışlamazdı ki, yəni bu torpağın yaxşı günlərində, çal-çağırlı günlərində bizi yad edirdiniz. İndi biz biraz evdən eşidən didərgin düşmüşük, bizi biraz yəni yaddan çıxarmışsınız. Yəni o torpaq bizi bağışlamazdı. Mənim üçün, yəni indi bu saat Qarabağ haqqında, bizim o torpaqlarımız haqqında hər yerdə söhbət gedir və bu söhbət o qədər çox gedir ki, artıq biz bu söhbətlərə vərdiş eləməyə başlamışıq. Yəni aradan müəyyən müddət keçir, az qala 10 ilə yaxın bir müddət keçir. Biz artıq açığını deyim ki, mən hamının adından danışırım. Artıq Qarabağ dərdinə alışmağa başlamışıq. Yəni Qarabağ bizi əvvəlki kimi yandırmır. Topxana meşəsində bir ağaçdan ötürü ayağa qalxan xalq, indi bu boyda torpaqlar itirilib, yəni elə belə də orada burada sözümüz düşəndə deyə bilirik, deyilik. Amma söz deyilik. Yəni əməl yoxdur. Bu məni çox ağrıdır. Dünyada vərdişdən pis heç nə yoxdur. İnsan gərək heç nəyə vərdiş eləməsin. Hətta öz sevgilisinə belə gərək vərdiş eləməsin. Odur ki, yəni Qarabağın bu ağırlı acılı günlərində Qarabağlı məclisində olmaq, yəni heç olmasa günün 1 saatını, 5 saatını Qarabağ dərdini unudub, yəni bir saadət haqqında fikirləşmək əlbəttə mənim üçün də xoşdur. Və mən həm də düşünürəm,
düşünürəm ki, biz bu dərdə vərdiş eləyə nə edirik? Yəni biz artıq görürük cəmaatda nə arxayınçılıq yaranıb. Bu arxayınçılıq yaranıb ki, sən demə Laçınsız yaşamaq olarmış da, necə ki yaşayırıq. Qubatlısız yaşamaq olarmış, Şuşasız yaşamaq olarmış, Ağdamsız yaşamaq olarmış. Yəni itirdiyimiz torpaqların, rayonların, bölgələrin hamısını burada adlarını sadalamıram. Siz məndən yaxşı bilirsiniz. Bəli, yaşamaq olar, Qarabağsız da yaşamaq olar, lap elə Azərbaycansız da yaşamaq olar. Amma bu şərəfsiz, qeyrətsiz bir yaşamaq olar. Mən istəmirəm ki, bu şərəfsizliyə, bu qeyrətsizliyə bizim xalq vərdiş eləsin. Bu şərəfsizliyə bizim xalq adət eləsin. Yəni bu dərd mənə gəlir ki, bizimlə həmişə oyaq qalmalıdır. Biz yatanda belə bizim bu dərdimiz oyaq olmalıdır. Odur ki, mən bu məclisin, yəni əhval ruhiyyəsini dəyişmək istəmirəm. Bu məclis keyf məclisidir, toy məclisidir. 2 nəfərin səadətinin bir növrəsi qoyulan məclisdir. Mən də onlara öz xeyir duamı verirəm, arzu edirəm ki, onlar yəni həyatda qoy itirdikləri, müvəqqəti itirdikləri bu torpaq olsun. Öz səadətlərini, öz xoşbəxtliklərini, öz ailə sevgilərini heç vaxt itirməsinlər. Mən onu arzu edirəm onlara. Və bütün Qarabağlılara bunu arzu edirəm. Və Qarabağ deyəndə, bu Qarabağ təkcə Qarabağlıların deyil. Biz Azərbaycanımızın, indi deyirlər, 5də birini. Yəni 100 kvadrat metrdən 20'sini itirmişik, belə deyək. Bu o deməkdir ki, bizim hər birimizin evimizin 5də biri gedib, hər birimizin otağımızın 5də biri gedib. Bu təkcə torpağın 5də biri deyil. Bu həmin xalqdır ki, qardaş qardaşı öldürürdü ki, bir addım çəpərini onun həyətinə keçirdiyi üçün. Amma indi hərənin evindən 5 kvadrat metr, 10 kvadrat metr gedib, heç kim də bunu yəni saya salmır. Ona görə ki, bizim yəni dərdlərimiz böyük, mən bir şeir oxuyacağım. Mənə gəlir ki, siz oradan mənə şeirdə, burada deyə bilmədiklərimi o şeirdə deyə biləcəm. Dağları kamandır, qayası oxdur, yurduna göz dikən ayısı çoxdur. Vallah bu millətin dayısı yoxdur, vallah bu millətin yiyəsi yoxdur. Olsaydı içindən əriyərdimi, dərdi ayaq tutub yeriyərdimi, uca kürsülərdə kiriyərdimi, qəzəbi paslı bir xəncərə dönüb, qınına çəkilib çürüyərdimi, vallah bu millətin yiyəsi yoxdur. Kərəm sorağı ilə lələsi gəlib, eləsi gedibdi, beləsi gəlib, gələnlər çiynində şələsi gəlib, ağıllı oturub hey fikirləşir, gölə daş atmağa dəlisi gəlib, vallah həqiqətdən şayəsi çoxdur, vallah bu millətin yiyəsi yoxdur. Hey çaxmaq çəkirlər, piltə alışmır, danışa bilənlər susur, danışmır, meydandan çıxanlar daha qarışmır, vallah bu millətin yiyəsi yoxdur. Topu var, digər ki lüləsi yoxdur. Paslı tüfənginin gülləsi yoxdur. Əl atır belindən xəncər sıyırsın. Neynəsin xəncərin tiyəsi yoxdur. Vallah bu millətin yiyəsi yoxdur. Biri dağa çəkir, biri arana, biri xaça çəkir, biri qurana. De bəndə neynəsin Allah vurana. Xalq özü az qalır heykəl ucalda. Xalqa gecə gündüz tələ qurana, bir cavab axtaran niyəsi çoxdur. Vallah bu millətin yiyəsi yoxdur. Topu var, digər ki lüləsi yoxdur. Paslı tüfənginin gülləsi yoxdur. Əl atır belindən xəncər sıyırsın. Neynəsin xəncərin tiyəsi yoxdur. Heyf bu millətin yiyəsi yoxdur. Sağ olun.